Dərs 4. Microsoft Excel proqramında işçi kitabın yaradılması. Ümumiyyətlə, Word proqramında olduğu kimi, Microsoft Excel proqramı da kitab yaratmaq üçün müvafiq üsullar təklif edir. Hal-hazırda cari anda Excel proqramı ekranda aktivdir və müvafiq işçi kitabı yaradılıb. Biz ilk növbədə yaradılmış işçi kitabını bağlayaq və onu yenidən özümüz yaradaq. Bunun üçün proqramın aşağı hissəsində olan ikinci X düyməsini və yaxud zakrit okno, yəni pəncərəni bağla düyməsi üzərində mouse'un sol düyməsini bir dəfə sıxırıq. Beləliklə, Microsoft Excel proqramına məxsus olan işçi kitab bağlandı. Yeni işçi kitabın yaradılması üçün müvafiq əməliyyatlar ardıcıllığı aşağıdakı qaydada həyata keçirilir. İlk növbədə, işçi kitabı yaratmaq üçün standart alətlər panelində olan Sazdat düyməsi sıxılır və beləliklə yeni işçi kitabı yaradılır. Və yeni yaradılmış işçi kitabı avtomatik olaraq ad verilmir, yəni hələlik boş olaraq Kniga 1 və yaxud 2 və yaxud 3 kimi adlandırıla bilər. İşçi kitabın digər qaydada yaradılması klaviatur alternativi ilə yerinə yetirilə bilər. Bunun üçün Ctrl düyməsi sıxılı vəziyyətdə klaviaturada N düyməsi vurulur və beləliklə avtomatik olaraq ikinci, yəni işçi kitabı yaradıldı. Digər qaydada isə işçi kitabın yaradılması məhz fayl menusunun müvafiq əmri ilə həyata keçirilir. Lakin bu dəfə seçim artıq istifadəçinin öhdəliyinə verilir. Yəni, fayl menusuna daxil olub Sozdat adlanan əmri sıxdıqda, ekranın sağ tərəfində Sozdaniya Kniga adlanan xüsusi bir panel yaranır və həmin paneldə müxtəlif formalı, müxtəlif şablonlu vərəqlərin yaradılması təklif olunur. Biz həmin siyahıdan Çistaya Kniga deyilən sətr üzərində mouse'un sol düyməsini sıxırıq və beləliklə ekranda yeni 4-cü işçi kitabı yaradılır. İşçi kitabının yaradılması haqqında informasiya bura qədər. Çox sağ olun.